Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Türklər qəsəbəsində deməli 8 sotda, sənətdə 8 sotda, ancaq pafaktu 9 sotda bir böyük sal, eyni zamanda 3 otaq olan bax belə bir həyət evi satılır. Qiyməti 80 min manatdır. Qiymətindən mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Hala otaqlar böyükdür. Bax hal-hazırda otaqlardan birini göstərirəm. Deməli 2 qat kubiklə hörülüb, kürsülüdür. Deməli bu həyət evi bildiyiniz kimi Şans marketi var. Yəni bu Türklər qəsəbəsində həmin qəsəbəyə yaxın bir ərazidə yerləşir. Çox yaxınlıqdan 33 nömrəli marşrut işləyir. Bura isə ikinci otaqdır. İkinci otaqda birinci otaq olduğu kimi hardasa otaqların ölçüsü 5-in 6-yadır. Bax bu hər iki otaq həqiqətən böyükdür. Yenidən ikinci otağı göstərirəm. Bura isə deməli üçüncü otaqdır. Buranın ölçüsü 4-ün 5-ədir. Bax bu cürdür. Ümumi sahəsi, yəni sənətdə 8, pafaktu 9 sotdur. Sənədi çıxarışdır. Bax bu evin tikildiyi ilə görə ipoteka yararlıdır. 137,4 kvadrat metrdir. İndi isə qapıdan giriş hissəsini görmək mümkündür. Bax bu deməli bir zal, 3 otaq plus. Bax burada da hardasa 4-ün 6-ya belə bir otaq var. Yəni qapıdan giriş hissəsidir. Mətbəx isə solda yerləşir. Bax mətbəx həqiqətən böyükdür, bu cürdür. Dediyim kimi Gəncə şəhərində Türklər qəsəbəsində 9 sot torpaqda, pafaktu sənətdə 8 sot torpaqda bir böyük sal, 3 otaq olan belə bir həyət evinin qiyməti 80 min manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Hal-hazırda hamamını görürsünüz. Hamamı hardasa 2-nin 3-ədir. Bax bura razdivalkadır. Eyni zamanda qarşıda həmin ərazidir. Yenidən mən sizə gördüyünüz kimi qarşıda internet xəttində görmək mümkündür. Bax burada qapıdan giriş hissəsini görmək mümkündür. İndi isə bağçasına çıxıram. Darvazası var. Yəni ola bilsin ki bir balaca bax qarşıda bir dəqiqə xahiş edirəm. Bax qapıdan deməli darvazasını görmək mümkündür. Eyni zamanda evin xarici görünüşünü görürsünüz. Bax burada isə parniklərdir. Nanə yetişdirilir hal-hazırda. Damı var. Bax ətrafda gördüyünüz kimi yəni barısı yoxdur. Ancaq arxa tərəfdə barısı var. Yenidən mən sizə bu evin xarici görünüşünü eyni zamanda üst hissəsini göstərirəm. Bax belə bir 9 sotda bir zal, 3 otaq olan sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Deməli tikildiyi ilə görə bu həyət evi ipotekaya yararlıdır. Qiyməti 80 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.